Zarar vaxtınız xeyir olsun. Bugün 6 Aprel 2025-ci ildə Ed Companies şirkət tərəfindən keçirilmiş növbəti mövzu sınaq imtahanından informatika suallarının izahına baxacağıq. Bu cari ilin ikinci cəhdi üçün keçirilmiş növbəti sınaq imtahanıdır. Mövzular da ilk 5 fəsli, yəni informatikanın anlayışlarından əməliyyat sistemləri daxil olmaqla əhatə eləyir. Növbəti sınaqdan ümumi formatda bütün mövzuları əhatə edəcək. Birinci sualımız algoritmlə bağlıdır. Sualı kəsirik. Burada xətti algoritm nümunəsi qeyd olunub. Bu algoritmin yerinə yetirilməsindən sonra y-in nəhayət son qiyməti 63 dəyərini alıb. Bizdən soruşur ki, yerinə yetirilməsinə qədər olan x, yəni bax burada yuxarıda gördüyünüz x nəyə bərabər? Bunun üçün biz ən aşağıdan addım-addım qalxmalıyıq yuxarı. İndi isə başlayaq işə. Ən sonuncu gördüyünüz bax bu tənliyi mən ən yuxarıda qeyd edirəm. X plus 2y. Şərtə əsasən bu tənliyin cavabı 63-ə bərabər olub. Burada da biz qeyd edirik. X plus 2y bərabərdir 63. Növbəti addımda biz x-i tapacağıq. Ona görə hansı ki bizdən x-i burada istəyəcək. Biz hələ ora bizdən istəməmişdən qabaq biz bu tərəfdə əvəzləmə üsulu ilə deyəcək ki, x bərabərdir 2y bərabərliyin sağ tərəfinə keçiriləcək. Deyəcək x bərabərdir 63 minus 2y. İndi yuxarıda ki bizə x bərabərdir 2y minus 45 yazıb, həmin x-i silib yerinə yazacağıq 63 minus 2y. Yazacağıq ki 63 minus 2y bərabərdir 2y minus 45. Bu 2y keçirdəcəyik bərabərliyin sağ tərəfinə, alacağıq orada 4y. 45-i də keçirdəcəyik 63-ün yanına. Və beləliklə alacağıq ki 4y bərabərdir 108. Bunu buradan bərabərləşdirək. Yazaq 4y bərabərdir 108. İndi həmin aldığımız 108-i əlbəttə ki 4-ə bölməliyik və y-in qiymətini, yəni 27-ni tapmalıyıq. Bu 27-ni tapandan sonra bu y-in yerinə, lap yuxarıda gördüyümüz y-in yerinə 27 yazacağıq. İndi hər şeyi silək. Lap yuxarıdakı y-in yerinə yazaq 27. Onda x kvadratı plus 18 bərabər olacaq 27-yə. X kvadratı öz növbəsində bərabər olacaq 27 çıx 18 bərabərdir 9-a. X də bərabər olacaq mənfi müsbət 3-ə. Burada da bizdən müsbət 3 istəmişdi. D variantı düzgün cavab variantı. Səhv etmirəmsə sualın çapı zamanı imtahanda burada kiçik bir xəta baş verib. Həmin xətaya görə sualda yanlışlıq olub və bu x-in yerinə də y yazılıb. Ona görə də o məlumat veriləcək və sizin xeyrinizə hesablanacaq. 27-ci sualımız yenə algoritmlə bağlı olan bir sualdır. Düzgün olmayan fikri müəyyənləşdirin. Algoritmin ən geniş tətbiq edilən üsulu və ən əyani təsvir üsulu, bəli, blok sistem üsuludur. Ən sadə deyərsən sözlə ifadə olunma üsuludur. Ən yığcam soruşsa deyərsən algoritmik dildədir, hansı ki B variantında qeyd olunur. Blok sxem üsulunda kütləvilik xassəsi ödənilmir. Xeyr, yanlış ifadədir. Algoritmin kütləvilik xassəsi bütün üsullarda ödənir. Sadəcə olaraq bir sözlə üsul var ki, əgər çətin məsələlərin həllində istifadə olunarsa, o zaman kütləvilik xassəsi ödənməz və yaxud algoritmin proqramlaşdırma dilində olan təsvirində bəzən belə adlandırırlar ki, kütləvilik xassəsi ödənilmir. Çünki ancaq algoritmik dildən başı çıxan adam onu başa düşür. D variantı son şərtli dövr algoritmdə ən azı dövr bir dəfə icra olunmalıdır, düzdür. Diskretlik xassəsinə görə algoritm ayrı-ayrı addımlardan təşkil olunmalı və bu addımlar bir-birini izləməlidir. Bu da düzgün ifadədir. C variantı yanlışdır. Əgər yazsaydı ki, algoritmik dil yenə də başa düşmək olar. Amma blok sxem üsulu ən əyani təsvir üsuludur ki, orada kütləvilik xassəsinin ödənilməməsi mümkün deyil. 28-ci sual algoritmin icrasından sonra C dəyişəninin qiymətini müəyyənləşdirin. Burada diqqət olunacaq bir incə detal var, indi onu sizə bildirəcəm. A-nın qiyməti 43-dür, B-nin qiyməti -1-dir. İndi yeni B-ni tapanda bilirsiniz də əməl sırası deyilən bir şey var.
A-nı qeyd edirsiniz, yəni 43-ü qeyd edirsiniz, sonra gözləyirsiniz, minus B-ni vuracaqsınız, yəni -1-i vuracaqsınız 4-ə. Alacaqsınız -4. 43-dən də 4-ü çıxandan sonra alacaqsan 47. Müsbət 47. Deməli, B-nin qiyməti də olacaq 47. A-nın qiyməti neçə idi? 43. A böyüdürmü B-dən? Yox, yanlışdır. Onda əks halda baxacaqsan. Əks halda C bərabərdir A minus B. Yəni 43 minus 47. Bu da aydın məsələdir bizə. -4 cavabını B variantını. Keçid alıram növbəti suala. 29 nömrəli sualdır. Bu sualda deməli informatikanın əsas anlayışlarına aiddir. İndi birlikdə baxacağıq həmin suala. Kəsək bu sual. Fərz edək ki, videokamera 1 saat ərzində 6 terabayt informasiya yaza bilir. Əgər 20 dəqiqə ərzində kamera video yazarsa, neçə gigabayt yazar? Baxın dostlar, 1 saat 60 dəqiqədir. Bu 60 dəqiqə ərzində 6 terabayt yaza bilir. 60 dəqiqə ərzində. Deməli, belə çıxır ki, 60 dəqiqəyə bu qədər yaza bilirsə, bu 1 dəqiqə ərzində x yazası olsa, tənasibi bu şəkildə qurandan sonra qeyd edirik. X-i tapmaq üçün biz nə etməliyik? Belə yazılır da 60x bərabərdir 6-ya, x də bərabərdir 6 böl 60, yəni 10-da 1. Yaxud da elə belə bu formada yazmaq olar 0,1. Deməli, bu bizim gördüyümüz videokamera 1 saniyə 0,1 terabayt məlumat yaza bilir. 0,1 terabayt. İndi bu deyir ki, 20 dəqiqə ərzində. 1 dəqiqəyə 0,1 terabaytdırsa, 20 dəqiqəndə vuraram 0,1-ə. 20 dəqiqəni vuraram 0,1-ə, alaram 2 terabayt. Və əgər 2 terabaytdırsa, bu da aydın məsələdir ki, bunu sonda gigabayta çevirmək lazımdır. Bunun üçün də nə etmək lazımdır? Bilirsiniz ki, gigabaytdan böyük ölçü vahididir terabayt və əgər terabaytdan gigabayta keçirsənsə 2/10-a vurmaq lazımdır. Yəni, bu 2-ni 2/1-i belə deyək, vuracaqsan 2/10-a, alacaqsan 2/11, yaxud da 2048 gigabayt. Yəni, B variantı düzgün cavab variantı. Belə bir məsələ. Ya da ki, belə deyək də, bu 60-ın 1/3-idir, 6-nın da 1/3-i 2 eləyir. Lap belə uzatmamaq da olardı məsələni. Belə yazmaq olardı ki, əgər bu 60 dəqiqəyə 6 terabaytdırsa, bu dəqiqələrimizin sayı azalıbdır və 6-nın 1/3-ini tapacağıq, alacaq 2 terabayt, onu da gigabayta çevirəcək. Hər iki üsuldan istifadə edib düzgün cavabı ala bilərik. Problem yox. 30 nömrəli sualımıza baxırıq. İndi sualımızı kəsəcəyik. Deməli, burada ilk öncə ümumi həcmi 44 megabayt olan bir qovluq verilib. Sonra oradan çıxılmalar var və çıxılmalar hər ikisi kilobaytla ifadə olunub. Bu çıxılmaları toplaya bilərik və yaxud da bir dəfəlik hissə-hissə gedə bilərik. Deməli, əgər 2,5 o da 1,5-dir. Yəni, bir dəfəlik toplayıb da hərəkət eləmək olar. Ya belə eləyək də. Belə yazaq. 44 megabaytı qeyd eləyək. 44 megabayt ilkin fayllarla dolu həcm. İndi biz ondan çıxmaq istəyirik 2560 ilə 1536-nın cəmini, yəni 4096 kilobayt. Çünki çıxılmalar hissə-hissə olub, amma ümumi cəmi 4096 edir. Bunları toplayandan sonra bizə 4096 verəcək. O 4096 kilobaytı rahatlıqla megabayta çevirmək olar. Çünki çıxmaq üçün eyni ölçü vaydını gəlmək lazımdır. Böləcəksən 1024-ə, alacaqsan 4 megabayt. 44 megabaytdan 4 megabayt çıxılıb və nə qədər qalıb bizim əlimizdə? 40 megabayt əlimizdə həcm qalıb. İndi əvvəlcə deyir ki, bu 40 megabaytı 1 saniyədə 2 megabit ötürə bilən sürətli bir şəbəkə ilə ötürmüşük. Amma bir detal var ki, əvvəlcə onu 25% arxivləşdirmişəm, sonra bu şeyləri eləmişəm. Deməli, 40-ın əvvəlcə 25%-ni tapacağıq. Burada qeyd eləmişsin üçün, ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub, sonra 100-ə bölmək lazımdır. Bunun üçün də nəticəmizi alacağıq 10 megabayt. Deməli, belə çıxır ki,
40 megabayt ötürülməmişdən qabaq 25%, yəni 10 qədər azalıb, olub 30 megabayt. 1 saniyəyə 2 megabit ötürə bilən modem neçə saniyəyə 30 megabaytı ötürə bilər? Bilirsiniz, eyni ölçü vahidi olması üçün biz məcburi sürətdə gərək bunun ya megabiti megabayt eləyək, ya megabaytı megabit eləyək. Nə edəcəyik? Çarpaz vurmaq üçün əvvəlcə megabitdən megabayta keçəsi olsan, gərək sən 2-ni böləsən 8-ə. Amma megabaytdan megabitə keçəsi olsan, onda bilirsən, baytdan bitə keçmək üçün 2 üstü 3-ə vurmaq lazımdır. 30-u vuracaqsan 2 üstü 3-ə, yəni 8-ə alacaqsan 240 megabit. İndi rahat şəkildə tənasübü işlədə bilərsən. 2x bərabərdir 240-a, hər iki tərəfi megabit olduğu üçün. X də bərabərdir 120, amma nə? Saniyə. Çünki biz burada 1 saniyəyə 2 megabit demişdik. Nəticəni 120 saniyə alırıq, amma suala diqqət eləsən, burada dəqiqə sayını soruşur. Ona görə 120 saniyə 2 dəqiqə olduğu üçün cavabımız olacaq Y variantı 2 dəqiqə. 31 nömrəli sualla davam edirik. KMOS-un əsas funksiyası nədir? Aparat təminatına bağlı aid olan bir sualdır. KMOS daxili yaddaş qurğularından ROM-a aiddir. Elektrik enerjisindən asılı deyil. Vaxt, tarix, konfigurasiya və parolu yadda saxlamaq üçün nəzərdə tutulmuşdur. B variantı uyğun gələn variant. İndi bir detal da var. Digər variantlarda nə problemdir? A variantı BIOS-un ifadə olunmasıdır. C variantı əməliyyat sisteminin izahıdır, kompüter resurslarını idarə eləyir. D variantı əməliyyat daşı imkanlarını artırır, əməliyyat sistemini tamamlayır, tətbiqi proqramı işləməsi mühit yaradır. Bu yenə də əməliyyat sisteminin özünə aid olan anlayışlardır. Kompüterin konfigurasiyanı yadda saxlayır, amma sonraki ifadələr yanlışdır. Deyir ki, diaqnostikanı təmin edir və əməliyyat sistemini yükləyir. Bu da yenə BIOS-a aiddir. 32-ci sual mikroprosesorsuz xarakteristikalarını seçin. Burada düzgün cavab variantı olaraq götürəcəksən takt tezliyi və mərtəbəlilik. Əməli yaddaş yox, keş yaddaşın tutumu ola bilərdi. Sistem işinin yox, ümumilikdə özünün mərtəbəliliyi ola bilərdi. Bu aiddir şəbəkə kartının xarakteristikasına. 4-cü punkt. Xarici qurğulara müraciət sürəti də orada yox. 2 və 3 A variantı düzgün variant. 33 nömrəli sual printerin hər hansı məlumat çap etməsi üçün çarx fırlanır və həmin simvol üzərinə gəldikdə 8 vasitəsilə zərbə vurulur. Bu, əlbəttə, literli printerdir. Biz bu barədə dərsimizdə həm danışmışdıq, həm də əyani olaraq bu barədə danışmışdıq. İndi aparat təminatı ilə bağlı olan təqdimatımızı açıram sizin üçün. Yadınıza da düşsün o məsələ. Printerlər elə dərsin sonuna yaxın danışdığımız məqamlar idi. Keçək. 60-larda yəqin ki, bu skaner burada. Bax, gördüyünüz bu printerdən söhbət gedir. Həm də video formatda da qeyd eləmişdik. Gördüyünüz kimi proses bu formada gedir. 20 GB neçə bitdir? Sualımızı kəsək və izah eləməyə başlayaq. Aha. Deməli, informatikada informasiyanın ən kiçik ölçü vahidi demişdik bitdir, bitlər mərtəbəsinə görə. Bit, byte, kilobayt, megabayt, sonra gigabayt gəlir. Bizdən gigabaytdan bitə çevirməni soruşur. Ona görə də biz bilirik ki, böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə vurmaq lazımdır. 20-ni 5 vurulsun, 2 üstü 2 kimi yazmaq olar. Sonra vurmanı qeyd edirik və məsafəyə baxırıq. 10, 20, 30 və 33. 5 vur 2 üstü 2-ni vururuq 2 üstü 33-ə və alırıq 5 vurulsun 2 üstü 35, yəni B. 35 nömrəli sualımıza baxırıq. 3-cü nəsil elektron hesablama maşınlarında müvafiq olaraq əvvəlcə element bazası, deməli element bazası deyirsə, bizdə integral sxem olmalıdır. A-la B-nin olması mümkünsüzdür. İntegral sxemlə davam edirik. Xarici yaddaş, maqnit diski, hələ ki düzdür. Əməli yaddaş, maqnit nüvələri. Vəssalam, elə budur. Daha artıq bir şey sizdən istəmir. C variantı düzdür. Deməli, tranzistorlar, yarımkəsiricilər 2-ci nəslə aiddir. Digər Y variantında da maqnit nüvələri, sonra maqnit diski qeyd olunub. Amma burada diqqətli olmaq
olmalı olduğumuz məqam odur ki, əvvəlcə xarici yaddaşı soruşub, ona görə birinci maqnit diski, sonra maqnit nüvələri gəlməli. 36-cı sual, deməli, yenə aparat təminatına aid olan bir sualdır. Matrisli printerlər, doğru mülahizələri soruşur bizdən. Matrisli printerlər printerlərin zərbsiz növünə aiddir. Xeyr, zərbli növə aiddir. Literlidə, matrislidə. Bu yanlışdır. Lazerli printerlər tonerdən, yəni elektrostatik tozdan istifadə edir. Düzgündür. Flatbed skanerlərdə kitab və jurnalları skaner etmək mümkün deyil. Flatbed yox, sheetfed-ə aiddir. Bu çünki flatbeddə bunları etməyə icazə var. İmkan var daha doğrusu deyək. Video kart, səs kartı, şəbəkə kartı PCI slotuna. Bax, səslə şəbəkə düzdür, amma PCI slotu üçün deyil, video kart EGP slotudur. Bu da yanlışdır, bizdən düzləri istəmişdi. Printer, skanerlər LPT, USB düzdür. Slotlar daxili, portlar xarici. Bu da düzdür. 2, 5, 6, yəni B variantı uyğun. 37-ci sual uyğunluğu müəyyənləşdirin. Smart proqramı mühasibatlıq üçün nəzərdə tutulan proqramdır və o tətbiqi proqram təminatına aiddir və ümumi təyinatlı proqramdır. 2 olacaq A variantı uyğun. Eyni zamanda Expert Ace-də iqtisadi və sosial sahədə mütəxəssis rəyinə əsaslanan proqramlardandır. Yenə tətbiqi proqramların ümumi təyinatlı bölməsinə aiddir. Buna da yeni də uyğunlaşdırarıq. Baza proqram təminatı aid ola bilər əməliyyat sistemi və yaxud şəbəkə əməliyyat sistemi. Burada Solaris uyğun gəlir. Qaldı ki, Ruby ilə Delphi bunlar da proqramlaşdırma dillərinə aid olduğu üçün instrumental proqram təminatına aid edilir. 1BS, 2AY, 3D. E variantı. File Explorer-də ardıcıllıqdır. Baxın dostlar, burada əslində çox çətin bir şey yoxdur. Sadəcə olaraq diqqətli olmaq lazımdır ki, hansı qovluq hansı qovluğun içindədirsə, o onun sağ tərəfində yerləşməlidir. Bir Abbas qovluğunu yaradın, içindən anar qovluğu yaradın. Çünki deyir ki, Abbas qovluğunu yarad, sonra onu at, sonra anar yarad. Deməli, Abbasdan sağ tərəfdə anar olmalı. Deməli, ən solda Abbas olmalıdır. Görürsünüz, ən solda Abbas olan hələ ki A variantımızdır. Hətta B variantı da uyğundur. Bu namiq olmaz, çünki sonraki fikirlər uyğun gəlməz. Abbas qovluğunu yaradın, sağ tərəfindən anar yaradın. Burada AB yazıram, sonra sağından anar yaradın deyir. Sonra deyir Fuad yaradın. Baxın, əgər deyirsə ki, anar yarad, sonra Fuad yarad, o anarla eyni səviyyəli qovluq olduğu üçün düz onun altında olacaq, da sağında yox. Çünki anarın içində olarsa, onun sağında olar. Deməli, Fuad qovluğu yaradırsa, bu da bunun aşağısında qeyd olunacaq. Fuaddan sonra namiq yaradın, bunu da qeyd edirik namiqi. Sonra namiqi açın deyir qovluğunu, onun da sağ tərəfindən əsmər qovluğunu yaradın. Deməli, necə olmalıdır? Abbas, sağında anar, faiq, Fuad üzrə və namiq. Namiqin də sağında əsmər. Deməli, baxaq görək hansı variant uyğun gəlir. Elə B variantı uyğun gəlir. Abbas, sağında anar, Fuad, namiq, namiqin də sağında əsmər. Yəqin ki, aydın oldu. Hansı qovluq, hansı qovluğun içindədirsə, onun sağında yerləşir. Belə bir strukturlaşma ola bilər. Qəbulda da düşmüşdü 2024-cü ildə. Aşağıdakı variantlardan hansı doğrudur deyir. Deməli, TV-tuner televiziya siqnallarının kompüterə ötürən giriş qurğusudur. Bu elə düzgün cavabımızdır. Skanerlər yox, printerlər iş prinsipinə görə zərbli və zərbsiz olur. Sistem interfeysi 3-cü nəsildə olmayıb, ondan qabaqki nəsildə də mümkün idi. Alqoritmik dillər ilk dəfə istifadə üçün 3-cü nəsil, xeyr 2-ci nəsil. Web kamera xaric etmə yox, daxil etmə qurğusudur. 40 nömrəli sualımıza baxırıq. Kilobaytla ifadə edilir. Megabayt və bayt. Megabaytdan kilobayta keçmək üçün 200 tona vurmaq lazımdır. Yəni 1024-də. 2-ni vurursan 1024-də alırsan 2048. Onun da üzərinə gələcəksən 3072 baytı. Baytdan kilobayta keçmək üçün isə 200 tona bölmək lazımdır. 3072-ni bölürsən 1024-də. Bu da sənə verir 3. 2048, o da 3. 2050 diye variantı uyğun deyil. 41-ci sual alqoritm yerinə yetirilməlidir və ən sonda B dəyişəninin qiyməti nəzərə alınmalıdır. Gəl görək burada nə olacaq? Kəsirik sualımızı. Belə uzun görsənməyinə baxmayaraq asan suallardan biridir əslində bu. Sadəcə düzgün ardıcılığı bilmək lazım. İlk öncə bizi burada modifikasiyalı dövrü operator gözləyir. İlk öncə onu həyata keçirmək lazımdır. B-nin və A-nın ilkin qiymətləri də var burada. I-nin qiymətlərinə baxırıq. İlkin qiyməti 2-dir, i-nin birinci qiyməti.
Sonra 2 üstə 4 6, 6 üstə 4 10. Daha 10 üstə 4 14 eləyirdi. Yəni burada da ortada limit 13 olduğu üçün i-nin son qiyməti oldu 10. İndi b-nin və a-nın qiymətləri var. Biz gəlmişik, çatmışıq bura. Yeni b tapırıq. B2 də yaza bilərsən, b ştrix də yaza bilərsən. B2 bərabərdir. B vur i, yəni əlimizdə olan B2 və əlimizdə olan i-nin ilkin qiyməti yenə də 2 və minus 2. 4 çıx 2, B yenə də 2 alır. B-də dəyişiklik olmur. A isə öz növbəsində bayaqları 3 idi, bir vahid artdı, oldu 4. Qalxırıq yuxarı, i-nin növbəti 6 qiymətini götürürük, keçirik aşağı. Təzə B bərabərdir. Köhnə B, yəni 2, vurulsun i-nin əlimizdə olan qiyməti, yəni 6, 12 eləyir. Minus 2. B-nin qiyməti oldu 10. B-nin növbəti qiyməti 10-dur. A da öz növbəsində bir vahid artır. 4 plus 1, 5. Yenidən qalxırıq. Sonuncu dəfə i-nin son qiymətini, yəni 10 götürürük. Yenə qalxdıqdan sonra B-miz olacaq. Təzə B bərabərdir. B vurulsun i, yəni 10, köhnə B. Əlimizdə olan qiymət 10, yəni 100. Çıxılsın 2. B də olur 98. B-nin son qiyməti 98. A da öz növbəsində bir vahid artır. 5 idi bayaq, oldu 6. Son olaraq biz nə almışıq? i-nin qiyməti sonuncu qiyməti olaraq 10-dur. A-nın son qiyməti 6-dır. B-nin də son qiyməti 98-dir. Və biz gəlib bax buradan şərt blokuna keçid alırıq. Deyir ki, B-nin qiyməti, yəni 98, böyüdürmü A vur 16. A-mız 6-dır axı. 16-nı 6-ya vuranda o 98-dən az olmalıdır. 96 eləyir. Deməli, belə çıxır ki, həqiqətən də bu ifadə düzdür. Deməli, biz hər qolundan davam edirik. Təzə B bərabərdir. Köhnə əlimizdə olan B, yəni 98 və əlimizdə olan sonuncu A, yəni 6. 92 eləyir və buradan da çıxırıq çıxış çap blokuna. Cavabımız da olur B variantı 92. Belə bir alqoritmik struktur. 42-ci sual fayl adında qadağalara aid deyil. Faylda qadağan olmuş adlardan nöqtədən qabaq PRN, COM 0-dan 9-a qədər olmaz. CON və LPT 0-dan 9-a olmaz. Eyni zamanda AUX da olmaz. Amma CON təkcənə icazə verilmir. Amma yanında rəqəm olarsa və yaxud da hansısa durğu işarəsi olarsa problem deyil. B variantı. 43 nömrəli sualdan davam edirik. Burada bizə daxili yaddaş qurğularının uyğunluğunu istəyib. Gəl uyğunlaşdıraq. Əməli yaddaş RAM-dır. Əlbəttə ki, uyğun gələr proqramlar icra olunduğu müddətdə burada saxlanır. 1-ə uyğun olacaq C variantı. Registr yaddaş, kompüterin daxili yaddaş ən sürətli yaddaşıdır. İnformasiya burada emal olunur. Fikir hesablama və əməliyyatlarda istifadə olunan ikilik məlumatları saxlayır. İnformasiya ilə burada ikilik ədəd şəklində emal olunur. Həm bu, həm də ən sürətli yaddaşlı düzdür. B-dir. C-də B və D variantları uyğun gələcək. Qaldı ki, A-la Y, bunlar da ROM-un işidir, yəni ROM-a aiddir. BIOS proqramları üzərinə yazılır və enerjidən asılı deyil. C variantı. Bu utilit hansıdır? Diskdə məlumatları optimal yerləşdirən və dağınıq faylları bir yerə toplayan utilitlərimiz çoxdur. Onlardan uyğun olan isə Y variantıdır. Çünki backup məlumatların yedeklənməsi, recover zibil qutusundan silən məlumatların bərpa olunması, scan disk məlumatların diskdə olan səhvlərin aşkarlanması, disk clean up diskdə olan lazımsız fayllardan onu təmizləmək üçün nəzərdə tutulur. 44 isə düzgün cavab. Y variantı. Disk defragmentdir. 45-ci sualımıza baxırıq. Bu artıq sonuncu qapalı sualımızdır. Verilmiş onluq say sistemindəki ədədi 16-lığa çevirmək üçün ən böyük qüvvəti qeyd edirik. 16-nın ən böyük qüvvəti 4-dür. Sonra geriyə doğru 4, 3, 2, 1 və 0 yazarıq. 16 üstü 4-ün əmsalı 10-dur. O da 16-lıq say sistemində A hərfinə müvafiqdir. 16 üstü 3-ün əmsalı yoxdur, yerinə 0 yazırıq. 16 üstü 2-nin əmsalı 14-dür, E hərfinə uyğun gəlir. 16 üstü 1-in əmsalı 1, 16 üstü 0-ın əmsalı isə 9. Düzgün cavabımız Y var. Qapalı tipli test tapşırıqlarından birincisi video faylların genişlənməsidir. Burada FLV, 3CP və AVI düzgündür. WAV səs faylıdır, MP3 səs faylıdır, AMR də eyni zamanda səs faylıdır. 2, 4, 5.
47 biraz şifahi sualdır. Deməli, biz bu barədə danışmışdıq. Əgər bu alqoritmi qurarıqsa, o zaman x-in böyükdən b plus c-dən böyük halını, bir də x-in b plus c-dən kiçik halını yoxlayarıq. X-in b plus c-yə bərabər halını yoxlamarıq. Nəyə görə? Çünki real həyatda bizim 3 dənə əməl yoxlama məsələmiz var ki, onlardan böyüyü, kiçiyi yoxladınsa, daha bərabəri yoxlamağa ehtiyac yoxdur. Əgər istəsən yazıb yoxlaya bilərsən. Lakin burada ehtiyac yoxdur ona. Əgər b plus c-dən x böyük olarsa, hesablayarsan bunu. Kiçik olarsa hesablayarsan bunu. Daha üçüncü əlavə şərt qurmağa ehtiyac yoxdur. 2 də düzgün cavab variantı. 48-ci sual alqoritmik strukturun təyin edilməsi ilə bağlıdır. Şərt varsa, amma dövr yoxdursa, bu yalnız budaqlanan alqoritmik struktur ola bilər. Cüt dərəcədən kökaltı məchullar da eyni qaydada. Nəyə görə? Çünki kökaltından cüt dərəcədən mənfi çıxa bilməz. Orada diqqətə almaq lazımdır, şərt qoymaq lazımdır ki, x sıfırdan böyük olmalı, kiçik olmalı, əgər kökaltdadırsa. Başlanğıc və son qiymətlər artma ardıcılığı varsa, bu dövri alqoritmdir. 2 ədəd müqayisə olunursa, hətta 3 ədəd də müqayisə edəndə biz budaqlanan alqoritmdən istifadə edə bilərik. Dəyişənin bütün qiymətlərini həll olunursa, məsələn, yazıb ki, y bərabərdir x kubu minus 4. Biz bunu x-in istənilən qiymətində yoxlaya bilərik, əlavə şərtə də ehtiyac olmaz. Deməli, bu xətti alqoritmik strukturdur. Eyni zamanda 2 və yaxud 3 ədədi bir-birinə vuranda da yenə xətti alqoritmik strukturdan istifadə etmək olar. 1, 2 və 4 düzgün cavab variantı. Keçirik 49 nömrəli suala. 16-lıq ədədi onluğa keçirmək lazımdır. Dostlar, istənilən say sistemindən onluğa keçid qaydası eynidir. Onun üzərinə müvafiq olaraq sağdan sola doğru 0, 1 və 2 qeyd edirik. İndeksinə də 16 yazırıq ki, bilək 16-lıqdan keçirdik. Və ən soldakı birinci dəyəri vuracaq 16-nın müvafiq qüvvətinə. 2-ni vuracam 16-nın kvadratına. Yəni 16-nı 16-ya vuranda 256 edir. Qeyd edirsən bura 256. Plus 5 son 2 oldu ümumilikdə. 1 vurulsun 16 üstü 1 elə 16 eləyir. 5 vur 16 üstü 0 o da elə yerə 5 eləyir. Çünki 0 üstü kəmiyyətlər 1. Nəticə etibarilə toplayacaqsan 533 alırsan. Nəticəmiz 530. Nəhayət sonuncu sualımızdır. Alqoritmin yerinə yetirilməsi zamanı 6 mərhələ var idi. O mərhələləri uyğunlaşdırmaq lazımdır. Gəlin baxaq. Məsələnin qoyuluşunda ilkin verilənlər əldə olunur və həmin o verilənlər siyahı şəklində qeyd olunur. Birə uyğun olacaq Y variantı. Proqramlaşdırma dilində təsvir həm sintaksi səhvlər araşdırılır, həm də ilkin proqram həm tərtib edilir, həm də ilkin proqram mütləq proqrama çevrilir. B və D variantları uyğun. Qaldı ki, testləşdirmə və sazlamada burada məntiqi səhvlər tapılıb aradan qaldırılır. Nəyə görə digəri, yəni C variantı uyğun gəlmədi? Bu da məsələnin riyazi analizi və tədqiqi mərhələsinə aid. Ona görə uyğun gəlmir. Ümumilikdə 1Y, 2B-də 3A oldu. Beləliklə, sınavımızı yekunlaşdırdıq. Növbəti sınavımız ümumi sınav olacaq. Artıq imtahana da az qalıb. Qısa bir müddətdə çalışın ki, vaxtdan faydalanın və yaxşı hazırlaşın.